Bismillahirrahmanirrahim. Dua insanın yaradanla rabitəsidir. O təkcə dilin deyil, qəlbin səsini ucaldan bir çağırışdır. Hər bir insanın içində ehtiyac duyduğu, çarəsiz qaldığı anda sığındığı ən möhtəşəm qüvvədir dua. Quran-ı Kərimdə Allah Teala buyurur: "Məni çağırın, sizə cavab verim." Bu ayə göstərir ki, dua yalnız bir ibadət deyil, Allahla canlı ünsiyyətdir. O çağırışımıza cavab verəcəyinə vəd edən Rəbbimizin bir vədi, bir mərhəmət qapısıdır. İmam Sadiq əleyhissalam buyurur: "Dua qapını döymək kimidir. Kim bu qapını çox döyərsə, onun üzünə açılar." Dua insanın ruhunu arındırır, qəlbi rahatladır və təvəkkül hissini artırır. İmam Əli əleyhissalam belə buyurur: "Dua müminin silahı, dinin sütunu və səmaya doğru bir nurdur." İnsan həyatında çarəsizlik, qorxu və ümidsizlik anlarında dua ən güclü dayaqdır. Dua edən insan yalnız yardım diləmir, həm də Allaha olan bağlılığını və imanını gücləndirir. Unutmayaq ki, Allah duanı ya dərhal qəbul edər, ya da daha xeyirlisi ilə əvəz edər, ya da bəla və müsibətləri ondan uzaqlaşdırar. Əgər qəlbində bir yük varsa, susma, Allahla danış, dua et. Çünki dua könüllərin şəfasıdır.